Sxemə əsasən A, B, C, D cəmini hesablayın. Bakteriya hər 20 dəqiqədən bir 2-yə bölünərsə. Demək, sxemdə nə verilibdir? 2 ədəd bakteriya verilibdir və bakteriyaların 2 saatda bölünməsini istəyir. Nə verib bizdən? A-yı soruşur, B-yi soruşur, D-yi, bir də C-yi, cəmini soruşurdu. Biz bakteriyaların bölünməsini yazaq, sadə üsulla yazaq, düstur işlətmədən yazaq, daha asan tapmaq olur burada. Deməli, 20 dəqiqə dediyi üçün 20-lərə bölürəm və 1 saat olanda qeyd edirəm. 20 dəqiqədən bir bakteriyalar bölünür, 20-ləri ayırıram. Tamam. Burada deməli birinci bakteriyanın altına 2 yazıram. Çünki bizə 2 ədəd bakteriyanı veribdir. Həmişə sayı 2 dəfə artır. Çünki bakteriyanın biri 2-yə bölünməklə çoxalır. Bilirik ki, bir dənə bakteriyadır. Sayda bölünməklə 2-yə bölünürdü və 2 dəfə artırdı sayı. Onun üçün də 2 olacaqdır 4. Yəni bu qaydada da yazmaq olar bunu. Bu qaydada da artırmaq olar. Eyni zamanda bunu riyazi qaydada. Yəni 2-yə vura-vura gedirik. 2 artır olur 4. 4 olur 8. 8 olur 16. 16 olur 32. 64 və 128 bakteriya. Deməli, bizim bakteriya sayı nə qədər olacaqdır? 128 bakteriya əmələ gəldi. Əmələ gəldi, yəni yarandı. Yaxşı, bunu tapdıq biz. Bizdə deməli, bu müddətdə sonda yaranan bakteriya sayı D ilə göstərilibdir. 128 yazdıq bura. Bölünən bakteriya sayı deyirsə, bölünməni tapmaq istəyirsə, düsturu da bilirik. NT çıxaq N0 ya da ki, axırıncı saydan əvvəlki sayı çıxırdıq. 128 çıxaq 2 bərabərdir 126 olur. Və bölünən bakteriyanın sayı da tapdıq 126'dır. 126. Bölünən bakteriyalar bunlardır. Yəni altına plus qoyduqlarım bölünənlərdir. Tamam. Bəs A-da nə soruşur? Axırıncı bölünməyə məruz qalan bakteriya sayı. Axırıncı bölünmə 64-də baş veribdir. 64 bölünüb 228 yaranıbdır. 64'ü də yazıram A-ya. 64. Əmələ gələn nəsil sayını soruşur burada da C-də. Nəsil sayı nə qədər 20 varsa o qədərdir. Amma orada biz nəsil sayı N ilə götürmüşdük. N-də necə tapırdıq? Bilirsiniz də, düsturda T bölək 20'ye idi. T-də 2 saat idi. 120'ni bölürdük. 120'ni bölürdük. Deməli 20 dəqiqəyə 6 olduğunu tapırdıq. Yəni 120 dəqiqə ilə 2 saat 20'ye də bölünsə 6 olduğunu tapacaq. Altını da buraya yaza bilərik. Düsturdan da çıxar ya da ki, nəsil sayını tapmaq istəyirsə, nə qədər 20 varsa onları sayın və yaxud da ki, 2 bakteriyanın nəsli olacaqdır. Qalanları hər biri bunu götürəcəyik. Deməli, bizdən bunun cəmini soruşur. Cəmləsək 128, 128 üstə gələk 126, üstə gələk 64, üstə gələk 6. Çünki A, B, C, D cəmini soruşurdu. Bu da düzgün cavab 324 alınacaqdır.